Elə ki, baldızım bizə gəlir, qaynanam bilmir ki, baldızımı və baldızımın uşaqlarını harda otuzdursun. Əgər oturduqları yerdə mənim uşaqlarım oturubsa, onları oradan qaldırır və baldızımın uşaqlarını orada otuzdurur ki, siz burada oturun, rahat olun. Ayrı vaxtda hər yeri ağrısa da, amma qızı gələndə bir enerji gəlir ki, başlayır yeməkləri qəşəng-qəşəng bişirməyə. Amma mən istəyəndə isə deyəndə ki, uşaqlar bu yemək istəyir, deyir ki, bişirərəm də haçansa. Amma qızı gələndə isə gərək hər şey bişirməlidir. Və vay o günə ki, qızı ilə yaxşı salamlaşmasam, yaxşı görüşməsəm, onda başlayacaq evdə qırğın baş verməyə. Yoldaşım gələndə yoldaşıma da deyəcək ki, sifət salladı, sifət elədi, qızıma yaxşı qulluq eləmədi. Başlayacaq belə öz aramızda yoldaşımla mənim aramda söz-söhbət yaratmaq. Videonun sonuna gəldik qızlar. Belə hekayələrin davamı üçün məni takib etməyi unutmuruq. Hələlik.